Salam, değerli izləyicilər. İndi sizə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi 20 sınaq 1-ci qrup riyaziyyat test toplusundan növbəti 12-ci sınağın izahatını verəcəm. Kanala abunə olmağı, videoları bəyənməyi və şərh yazmağı unutmayın. Başlayaq ilk sualdan. İlk sualımız belədir. Fiqurun bütün bucaqları düz bucaq CF2, CH3, AH2, YD3, AB4 olarsa onun sahəsini tapın. Biz burada nə edəcəyik? Əvvəlcə fiqurda H və Y nöqtələri birləşdirsəm, H və Y nöqtələri bunları birləşdirdik. Alınır böyük bir ABCD düzbucaqlısı. Böyük düzbucaqlığın sahəsindən, yəni SABCD-nin sahəsindən kiçik düzbucaqlığın sahəsi, yəni SCHYF. Bunun sahəsini çıxsam, mənə verilən fiqurun sahəsi. İndi baxaq. CF2-dir. CF2-dirsə, HŞ də 2 olacaq. HŞ 2 olacaq. AH2, YD3, AB'də 4. Və bizə CH-da verib 3. Burada 3'dür. İndi bu AD bərabərdir 7'yə. Ona görə yazırıq. ABC'də düzbucaqlısının sahəsi 4 vur 7. CHYF düzbucaqlısının sahəsi isə 3 vur 2'dir. 4 dəfə 7, 28, 3 dəfə 2, 6. Fərq olacaq 22. Yəni doğru cavab 1-də B variantı. İkinci sual. Fəhlilər yolun 5'də 2 hissəsini 1-ci gün, 3'də 1 hissəsini 2-ci gün, qalan 2 kilometr 3-cü gün asfaltladılar. Yolun uzunluğunu tapın. İndi 1-ci gün yolun 5'də 2 hissəsi. 5'də 2 hissəsi. 2-ci gün yolun 3'də 1 hissəsini, qalan 2 kilometr isədir. 3-cü gün asfaltladılar. Yolun uzunluğunu tapın. Deməli 5'də 2, 3'də 1. Orta məxrəc 15'dir. Deməli bu eləyir 15'də 6. Bu da eləyir 15'də 5. 15'də 6 hissəsi 1-ci gün yerinə yetirilib. 15'də 5 hissəsi 2-ci gün. 3-cü günə də x desəm, bunların cəmi olmalıdır 15'də 15. Buradan alınır ki, x bərabərdir 15'də 15'dən çıxmalıyam. Bunların cəmi, yəni 15'də 11'i. X bərabərdir 15'də 4. Deməli, 3-cü gün yolun 15'də 4 hissəsi asfaltlanıb. Yolun uzunluğuna mən y desəm, y-in 15'də 4 hissəsi olacaq 2. Hər tərəfi 15'ə vursam, y vurulsun 4, bərabər olacaq 30. Y bərabərdir 30'u 4'ə bölsək, 7,5. Deməli, yolun uzunluğu 7,5 kilometrdir. Doğru cavab 2'də D variantı. Üçüncü sual. Tənliklər sistemindən x plus y cəmi tapın. Əvvəlcə nə edəcəm? Birinci tənliyin hər tərəfi 3 ilə 8'in əkobuna vuracam. Yəni 24'ə vuracam. 24'ə vuranda alınır 8x çıx 3y bərabərdir 24. İkinci tənliyi olduğu şəkildə yazıram. 5x üstə gəlir 3y bərabərdir 54'ə. İndi isə tərəf toplasam, y-lər islah olunacaq. Alınacaq 13x bərabərdir 78'ə. Hər tərəfi 13'ə bölsəm, x alınır 6. X-i tapdıq 6. Gətirib belə ikinci tənlikdə yenə yazsaq. 5 vur 6 üstə gəl 3y bərabərdir 54'ə. 30 üstə gəl 3y bərabərdir 54. Hər tərəfi 3'ə bölsəm 10 plus y bərabərdir 18. Y də bərabərdir 18'dən 10 çıxanda 8. Y də 8'dir. Bizdən burada soruşur x və y-in cəmi. X və y-in cəmi soruşduğu üçün x üstə gəl y bərabərdir 6 plus 8 nəticə olacaq 14. 3'də doğru cavab A variantı. Dördüncü sual.
40% 60 olan ədədin 80%-ni tapın. Deməli, ədədin 40% 60-dır. Ədədi tapmağa ehtiyac yoxdur. Onun 80%-ni soruşur. 80% də x. Aydın məsələdir ki, faiz artıbsa, miqdar da artacaq. Deməli, düz mütənasibdir. Düz mütənasib kəmiyyətlərdə nisbət sabitdir. Yazırıq 40-ın 60-a nisbəti bərabər 80-in x-ə nisbəti. İndi burada 40 ilə 80-i ixtisar edirəm. 1, burada 2. Tənasübdür. Çarpaz vursaq, x bərabər olacaq 2 dəfə 60, 120. Yəni, doğru cavab 4-də C variantı. Keçirik 5-ci suala. Ədədi silsilənin mənfi hədlərin cəmini tapın. Əvvəlcə biz burada tapmalıyıq ki, bu ədədi silsilənin neçə həddi mənfidir. Yəni, hədlərin sayını tapmaq lazımdır. Yəni, mənfi olan hədlərin sayı neçədir? Mənə say lazımdır ilk öncə. Baxırıq, birinci hədd mənfi 3,2-dir. İkinci hədd mənfi 2,7-dir. Baxıram, getdikcə bu sıfıra yaxınlaşacaq. Deməli, silsilə fərqini tapmalıyam. Silsilə fərqi D bərabərdir. A2 çıx A1. Mənfi 2,7 çıxılsın mənfi 3,2. Bu da bərabərdir. Mənfi 2,7 üstəlik 3,2 bərabər 0,5. Silsilə fərqini tapdıq. İndi hədlərin sayı mən tapmalıyam ki, neçə həddi mənfidir. Hədlərin sayını ayın, yəni ümumi hədd düsturunu yazıram, sıfırdan kiçik. Ümumi hədd nə deməkdir? A1 üstəgəl n çıx 1 vur D. Sıfırdan kiçik. Artıq A1'imiz bəlli. Mənfi 3,2 üstəgəl n çıx 1 D 0,5 sıfırdan kiçik. Hər tərəfə mənfi 3,2 əlavə eləsək, sol tərəfdə alınacaq n çıx 1 kiçikdir. Daha doğrusu vur 0,5 kiçikdir 3,2-dən. Hər tərəfə ona vursam n çıx 1 vur 5 kiçikdir 32-dən. İndi isə hər tərəfi 5-ə bölsəm alınır n çıx 1 kiçik olacaq. 32-ni 5-ə böləndə 6,4. Hər tərəfə 1 əlavə eləsəm n kiçikdir 7,4. Deməli, 7,4-dən kiçik 7 dənə hədd var. Birinci hədd, ikinci hədd, 3, 4, 5, 6, 7-ci hədd. Deməli, 7 dənə hədd mənfidir. 7 hədd mənfidir, bunların cəmini soruşur. Yəni, bizdən soruşur ilk 7 həddin cəmi. Ədədi silsilənin ilk həddin cəmi SN bərabərdir. SN bərabərdir. 2A1 üstəgəl n çıx 1 n çıx 1 vur D böl 2 vur n. Deməli, ilk 7 həddin cəmini soruşur. Yəni, n-in yerinə mən 7 yazmalıyam. Ona görə olacaq S7 bərabərdir. Deməli, 2A1 üstəgəl 6D böl 2 vur 7. S7 bərabərdir. Hər birini 2-yə bölsəm alınacaq A1 üstəgəl 3D. O da vurulsun 7. A1'imiz mənfi 3,2. D 0,5 idi. Tapmışıq 0,5'dir. 3 vur 0,5. O da vurulsun 7. Bu da bərabərdir. Mənfi 3,2 üstəgəl 1,5 vurulsun 7. Burada alınır mənfi 1,7 vur 7. Bunların hasil olacaq mənfi 11,9. 11,9. Yəni doğru cavab olacaq Y variantı. Altıncı sual. Sualımız belədir. A parametrinin hansı qiymətində y bərabərdir 3x çıx 2 və y bərabərdir x plus 6 düz xətlərin kəsişmə nöqtəsi y bərabərdir x kvadrat çıx 5x plus a funksiyasının qrafiki üzərindədir. Deməli, bunların kəsişmə nöqtəsi verilən funksiyanın qrafik üzərində yerləşirsə, deməli, bunların üçündə ortaq həlli var. Təhlükə sistemi şəkli yazsaq, deməli, y bərabərdir 3x çıx 2, y bərabərdir x plus 6, bir də y bərabərdir yazırıq x kvadrat çıx 5x plus a. Deməli, bunların kəsişmə nöqtəsi verilən parabola üzərindədirsə, deməli,
Bunların da üçünün ortaq həlli var. İlk ikisindən mən həmin ortaq həlli tapa bilərəm. Deməli, y bərabərdir 3x çıx 2, y bərabərdir x plus 6. Bunları bərabərləşdirsəm, 3x çıx 2 bərabərdir x plus 6-ya. X-i sola keçirəcəm. 3x çıx x bərabərdir 6 üstəgəl 2-yə. Buradan alınır 2x bərabərdir 8-ə. X alınır 4. X 4 tapdıq. X-in qiymətini bura yerinə yazsaq, y olacaq 4 plus 6, 10. Deməli, kəsişmə nöqtəsi olacaq 4, 10. Bu kəsişmə nöqtəsi həm də verilən bu parabola üzərində yerləşir. Yerinə qoysaq, 10 bərabərdir 4-ün kvadratı çıx 5 vur 4 plus a. 10 bərabərdir 16 çıx 20 plus a. 10 bərabərdir mənfi 4 plus a-ya. A da bərabərdir 14. Deməli, A-nın 14 qiymətində doğru cavab D variantı. Keçirik 7-ci suala. Və 7-ci sual belədir. Bərabər yanlı trapesiyanın diaqonalı iki bucağını 25 dərəcə və 38 dərəcəlik iki bucağa ayırır. Trapesiyanın kör bucağını tapın. İndi bərabər yanlı trapesiya çəkirik. Bu da olsun onun diaqonalı. İki bucağını 25 dərəcə və 38 dərəcəli iki bucağa deyir ayırır. Deməli, alfa burada betadır. Alfa plus beta. Yəni, bu iki bucağı adlandıraq A, B, C, D. Yəni, AC diaqonalı A bucağını iki hissəyə bölür. Alfa və betaya. Onlar da verir bizə 25 və 38. Alfa ilə betanın cəmi olacaq 25 dərəcə, üstə 38 dərəcə. Bu da bərabərdir. 25 ilə 38 toplayanda 63 dərəcə. Biz bilirik ki, trapesiyanın yan tərəfinə bitişik bucaqların cəmi 180-dir. Yəni, bucaq A ilə bucaq B-nin cəmi 180 dərəcədir. 180 dərəcə. Bucaq A 63 dərəcədir. 63 dərəcə üstəgəl bucaq B bərabərdir 180 dərəcəyə. Bucaq B də bərabərdir 180-dən 63 çıxsaq 117 dərəcə. Yəni, doğru cavab 7-də nədir? C variantında verilib. Növbəti sual 8-ci sual. Və sual belədir. Hündürlüyü 24 sm olan silindrin oturacağının radiusu onunla eyni böyüklükdə olan kürənin radiusuna bərabərdir. Silindrin tam səthinin sahəsi bu kürənin səthinin sahəsindən nə qədər çoxdur? İndi, silindrin hündürlüyünü verib, H verib 24. Radiusu da R-dir. Bu silindrin radiusu ilə kürənin radiusu eynidir. Və deyir ki, silindrlə kürə eyni böyüklükdədir. Deməli, həcmləri eynidir. Silindrin həcmi VS bərabərdir pi R kvadrat vur H. Pi R kvadrat H-a bərabərdir. İndi kürənin həcmi isə, kürənin həcmi 3-də 4 pi R kubudur. İndi yazırıq. Pi vurulsun R kvadrat vur H 24 bərabərdir 3-də 4 pi R kubu. Çünki deyir ki, burada eyni böyüklükdədirlər. Deməli, həcmləri eyni olması lazım. Burada pilər ixtisar gedəcək. Pilər ixtisar gedir. Radiusun kvadratı, radiusun kubu ixtisar gedəcək. Burada 1, burada R qalacaq. Və alınır R-in 3-də 4 hissəsi, R-in 3-də 4 hissəsi bərabərdir nəyə? Bərabərdir 24-ə. R bərabər alınır buradan 18. Deməli, radius 18-dir. Bunu bildik. Radius 18, hündürlüyü də neçədir? 24. İndi ki, silindrin tam səthinin sahəsi bu kürənin səthinin sahəsindən nə qədər çoxdur? Silindrin tam səthinin sahəsi S tam bərabərdir 2 pi R H üstəgəl 2 pi R kvadrat. 2 pi R kvadrat. Kürənin tam səthinin sahəsi S bərabərdir 4 pi R kvadratdır. 4 pi R kvadrat. İndi bunların fərqini tapın. Hələ ki, hesablamayın. Fərqini tapın. Alın, fərqini tapsam 2 pi R H çıx 2 pi R kvadrat. Yəni, bizdən bunu soruşur. Bu da bərabərdir. 2 pi R-i mütərizə xaricinə çıxartsam, 2 pi R-i H
H çıx R qalır. H çıxır. 2 pi. R bizdə tapmışıq. R 18-dir. 18. H 24. 24 çıx 18. Deməli 2 pini 18-ə vuranda 36 pi. 24 ilə 18-in fərqi 6. Bu da olacaq 216 pi. Yəni doğru cavab B variantı 216 piyə bərabərdir. Bir daha səliqəli hesablandı. Yəni ayrı-ayrı hesablamaya ehtiyac qalmadı. Sadəcə sularının fərqini yazdıq. Axırda verilənləri yerinə yazdıq. Cavab çıxdı. 9-cu sual. Loqaritmik tənlikdir. Tənin kökləri cəmini soruşur. Bu tip sualları yazmaq üçün yeni dəyişən daxil edəcəyik. Yəni loqaritm 3-dən x-ə t deyəcəyik. Onda birinci olacaq t kvadrat. T kvadrat çıxılsın. 5t üstəgəl 6 bərabərdir 0. Bunu da belə yazırıq. T çıx 2 T çıx 3 bərabərdir 0. Hasil 0-dırsa ən azı biri 0-dır. Birincidən çıxır T2, ikincidən çıxır T3. T2 isə gətirib yenə yazsaq, loqaritm 3-dən x bərabərdir 2-yə, x olacaq 3-ün kvadratı, yəni 9. Loqaritm 3-dən x bir də bərabərdir 3-ə. Burada x bərabərdir alınır 3-ün kubu, yəni 27. Bizdən soruşur köklərinin cəmi. 9-dan 27-nin cəmi toplasaq 36. Yəni doğru cavab olacaq 9-da Y variantı. Keçirik 10-cu suala. Hansı funksiya artandır? Baxırıq. 3x, 3x artandır. Amma qarşısında mənfi yazıldığı üçün azalandı. Plus 2 ona təsir eləmir. Deməli, birincisi azalandı. Birincisi getdi. Kökdə 5. Kökdə 5 yerləşir 2 ilə 3 arasında. Hər tərəfdən 1 çıxsaq, 1 çıxır. Kökdə 5 çıx 1, o da eşitdir 2. Baxırıq, kökdə 5 çıx 1, birdən böyükdür. Birdən böyük olduğu üçün bu artandır. Bu artan. Sonra növbəti 3-cü funksiyanı belə yazıram. Mənfi 3-də 2 üstü x, üstə 7 yazıram. 3-də 2 üstü x azalan funksiyadır. Amma qarşısı mənfi olduğu üçün artan olacaq. Üzərinə 7 gəlsəm, yenə artan olacaq. Deməli, bu da artandır. Deməli, onda cavab olacaq Y variantı 2-dən 3. Artan funksiya olacaq. 11-ci sual. Radiusu 24 olan çevrədə AMC qövsünün uzunluğunu tapın. Baxırıq, ABC bucağı verilib 30 dərəcə. Bizə lazımdır AMC qövsünün dərəcə ölçüsü. ABC bucağı çevrədə daxilə çəkmiş bucaqdır. Onun ölçüsü söykəndiyi qövsün dərəcə ölçüsünün yarısıdır. Deməli, AMC qövsünün dərəcə ölçüsü olacaq neçə? 60 dərəcə. Deməli, çevrənin uzunluğu radius 24 isə çevrənin uzunluğu olacaq 2 pi r. Yəni 2 pi vur 24 olacaq neçə? 48 pi. Bu çevrənin uzunluğudur. Bizdən soruşur ki, 60 dərəcəli qövsün uzunluğunu soruşur. Mən tapmalıyam ki, 60 360-ın hansı hissəsidir? Çevrə 360-dır da. 6-da 1 hissəsi. Deməli, bu qövsün uzunluğu da çevrənin uzunluğunun 6-da 1 hissəsi olacaq. 48 pinin 6-da 1 hissəsi olacaq 8 pi. Yəni, doğru cavab A variantı. Düz sırada yaza bilərsiniz. L qövs bərabərdir. L qövs bərabərdir. Alfa bölü 360 dərəcə vur 2 pi r. Bunu da qısaca belə yazırlar. 2 ilə 360-ı ixtisar edirlər. Və yazırlar pi r alfa bölü 180 dərəcə yazırlar. Yəni, çox düz sıra əzbərləməyə ehtiyac yoxdur. Yəni, doğru cavabımız oldu nə? 8 pi, yəni A variantı. 12-ci sual. Hansı münasibət doğru deyil? İstənilən, deməli, A ilə B-nin hasilinin modulu böyük bərabər AB, bu doğrudur. A plus B-nin cəminin modulu kiçik bərabər A-nın modulu ilə B-nin modulunun cəmi doğrudur. Baxın, doğru cavab gəldi çıxdı. C variantı yanlışdır. Məsələn, A-nın yerinə məsələn götürürəm, qoyuram -4. -4 qoysam sol tərəfdə alınır 6, sağ tərəfdə alınır 2. Bu doğru deyil.
Qalanları doğrudur. Deməli 12-də C variantı. Növbəti sualımız 13-cü sual. Tənlinin böyük kökünün tam hissəsini tapın. İndi bura nəyə baxırıq? Baxırıq ki, tənlimizdə belə bir qayda var. O qaydanı deyim, amma onunla yazmayacağım. Ax kvadrat plus bx plus c bərabər 0. Əmsallar arasında belə bir əlaqə varsa, a çıxı b plus c 0-dırsa, kökün biri həmişə olur -1. Kökün biri -1. Həmişə -1-ə bərabərdir. Mən onunla yazmayacağım. Deməli, yazıram bu şəkildə. 7x kvadrat plus 7x çıxı 44x yazıram. Çıxı 44 bərabərdir 0. Burada 7x-i çıxardan mütərizə xaricinə x plus 1 çıxı 44-ü çıxardan mütərizə xaricinə x plus 1 bərabərdir 0. Baxıram, orta vuruq kimi x plus 1 var. X plus 1-i çıxardan mütərizə xaricinə qalır 7x çıxı 44 bərabərdir 0. Hasil 0-dırsa, ən azı 1-i 0-dır. Buna görə yazırıq x plus 1 bərabərdir 0-a. Buradan alınır x -1. Bir də yazırıq 7x çıxı 44 bərabərdir 0. 7x bərabərdir 44-ə. X bərabərdir 44 bölünsün 7. Yəni x bərabərdir 6/7-də 2. İndi böyük kök dediği üçün böyük kök budur. Bunun tam hissəsini soruşur. Tam hissəsi də görünür. Tam hissəsi 6-dır. Yəni 13-də doğru cavab B variantı. 14-cü sual. İfadəsini sadələşdirin. Biz demişik ki, dərəcə cüt olanda kökün dərəcəsi də kök 6 ifadənin qüvvəti ixtisar olur və modul çıxır. Baxırıq. Birincidə dərəcə 2-dir, cütdür. İkilər ixtisar gələcək, modul çıxacaq. 2 minus kökdə 7. Çıxılsın. İkinci yenə dərəcə cütdür, 4-dür. 4-lər ixtisar gedir, modul çıxır. 3 çıx kökdə 7. Çıxılsın. Sonuncusu da dərəcə 5-dir, təkdir. 5-lər ixtisar gedir və modulsuz çıxır. Sadəcə kökün qarşısındakı işarə mənfi olduğu üçün nəticəni mötərizə içində yazmalıyam. 2 kökdə 7 çıx 9. İndi baxaq. 2'miz kökdə 4 deməkdir. Kökdə 4 olduğu üçün bura mənfidir. 3 kökdə 9 deməkdir. Bura müsbətdir. Əssalam. Burada bir mənfi olan yerdəki çıxır. Kökdə 7 çıx 2. Çıxılsın. Burada olduğu kimi çıxır. Qarşısı mənfi olduğu üçün mötərizə içində yazırıq. 3 çıx kökdə 7. Burada mötərizə nə çıxacaq? Çıx 2 kökdə 7 plus 9. Bu da bərabərdir. Kökdə 7 çıx 2 çıx 3 plus kökdə 7 çıx 2 kökdə 7 plus 9. İndi baxırıq. Kökdə 7-lər islah olunacaq. -2, -3, -5 plus 9 cavab olacaq 4. 14'də doğru cavab A variantı. 15-ci sual. A1 çoxhəllisinin dərəcəsi 7, A2 çoxhəllisinin dərəcəsi 5 olarsa, verilən çoxhəllinin dərəcəsini soruşur. Baxın, A1-in dərəcəsi 7. A1-in dərəcəsi 7-dirsə, indi burada kvadratdır. Kvadrat olduğu üçün dərəcə kvadrata yüksəltməyəcək. Dərəcə elə bil ki, 2-yə vurulacaq. Burada dərəcə olacaq 14. Burada dərəcə 14. A2. A2-nin dərəcəsi 5-dir. Burada qüvvət 3 olduğu üçün 3-ə vurulanda 15. Baxın, burada dərəcə, indi baxın, bu birinci mötərizənin içərisindəki dərəcə olacaq 15. Ən böyüyü 15-dir. Burada dərəcə olur 15. Yazıram 15. İndi A1-in dərəcəsi 7, A2-nin dərəcəsi 5. Böyüyü burada 7-dir. Qüvvətdə 4 olduğu üçün 7 dəfə 4 28. 28. İndi ortada işarə vurma olduğu üçün dərəcə olacaq 15 ilə 28-in cəmi. Olacaq 43. Yəni doğru cavab burada B variantı. 43-ə bərabərdir. Məsələn, ortada toplanma olsaydı dərəcə 28 qalacaqdı. 16-cı sual. Deyir ki, tənlinin 0-90 intervalına daxil olan köklərin dərəcə ölçülərinin cəmini tapın. Nəyə baxırıq? Baxırıq ki, sol tərəf tangens alfa çıx betadan asışıdır. Yəni olacaq tangens 8x ilə 3x-in fərqi. Bərabər kökdə 3. Tangens 5x bərabər kökdə 3. 5x bərabərdir. 5x bərabərdir. Arc tangens
köşdə 3 üstə gəl pi k. Yəni 180 dərəcə vur k yazıram. 5x bərabərdir. Tangens köşdə 3'ü alır 60 dərəcədə. 60 dərəcə üstə gəl 180 dərəcə vur k. İndi hər birini 5'ə bölsəm x bərabərdir 12 dərəcə üstə gəl 36 dərəcə vur k. K'ya 0 versəm alınır x 12 dərəcə. K'ya 1 versəm, K'ya 1 verəndə x alınır 48 dərəcə. 48 dərəcə. K'ya 2 versəm, x alınacaq 84 dərəcə. K'ya 3 versəm, 3 dəfə 36, 108, o da 12, 120. Artıq bu sırada daxil deyil. Yəni 0-90 arasında yerləşmir. İndi bizdən bunların həllərini soruşur, yəni cəmlərini soruşur. 12 dərəcə, üstə 48 dərəcə, üstə gəl 84 dərəcə. Bu da olacaq 144 dərəcə. Doğru cavab 16-da A variantı. 17-ci sual. Deyir ki, ilk 20 natural ədəddən təsadüfi seçilmiş 3 ədədin hər birinin 3'ün bölünəni olması hadisəsinin ehtimalını tapın. Deməli, ilk 20 natural ədəd arasında 3'ə bölünən 6 ədəd var. 6 ədəd var. Deməli, bütün mümkün halların sayı 20 dənə ədəd var. 3'ünü seçməliyəm. Kombinezon 20'dən 3. Bu bütün mümkün halların sayıdır. Bu da bərabərdir. 20 faktorial bölünsün fərqi 17 faktorial vurulsun 3 faktorial. Bu da bərabərdir. 20 faktorialı yazıram. 20 vurulsun 19 vur 18 vur 17 faktorial. Bölünsün 17 faktorial vurulsun 6'ya. 3 faktorial 6 deməkdir. Bunlar gələcək ixtisar. İndi burada ixtisar apara bilərik yenə də. 18 ilə 18'den 6 ixtisar gedir. Burada 1, burada 3. Və qalır nəticə 60 vur 19. Bu bütün halların sayıdır. İndi bizə lazımdır 55'li halların sayı. 55'li halı bizə deyir ki, 3'ə bölünən olması. Deməli, o seçəcəyim ədədlər 3'ə bölünən ədədlər siyahısında olmalıdır. 3'ə bölünən 6 ədəd var. Kombinezon 6'dan 3. 3'ünü seçməliyəm. Bu da 6 faktorial bölünsün fərqi 3 faktorial vur 3 faktorial. Bu da bərabərdir. 6 faktorialı yazıram. 6 vur 5 vur 4 vur 3 faktorial. Bölünsün 3 faktorial. Digər 3 faktorialı yazıram 6 şəkildə. Bunlar ixtisar gedəcək. Bu da bərabərdir 20'yə. 55'li halların sayı olur 20. Hadisənin ehtimalı tapmaq üçün 55'li halların sayını böləcəm bütün mümkün halların sayına. 60 vur 19. 20 ilə 60 ixtisar gedəcək. 1, burada 3. 1 sürətdə qalır. 3 dəfə 19, 57. Deməli, 57'də bir ehtimal. Doğru cavab A variantı. 18-ci sual. Oturacağı diagonalları 6 və 8, onlar arasındakı bucağı 30 dərəcə olan qabarıq 4 bucaqlı, hündürlüyü 14 olan düz prizmanın həcmi. Prizmanın həcmi V bərabərdir. S oturacaq vur H. İndi oturacaq qabarıq 4 bucaqlıdır. Qabarıq 4 bucaqlının sahəsi S bərabərdir. 2'də 1 D1 2'də 1 D1 D2 sinus alfaya bərabərdir. Buradakı alfa D1 ilə D2 arasındakı bucaqdır. Onu da verir bizə. S bərabərdir 2'də 1 D1 D2 6 vur 8 vur sinus 30 dərəcə. 6 və 8 48 2'də 1 hissəsi 24 vur sinus 30 o da 2'də 1 olacaq 12. V bərabərdir həcm. S oturacaq vur H. 12 vurulsun. H-da 14. 12'ni 14'ə vurmaq lazımdır. İndi baxaq. 12'ni 14'ə vuranda neçə eləyir? Bu 168 eləyəcək. 168. Yəni doğru cavab 18'də D variantı. Keçirik 19-cu suala. Limiti hesablayın. Burada nəyə baxırıq? Sonsuzluğa yaxınlaşır. Yerinə yazan kimi sonsuzluqca sonsuzluq qeyri-müəyyənlik alınır. Ona görə nə edəcək? Bunun məxrəcinə 1 kimi düşünsək, sürəti də məxrəci də sürətin qoşmasına vuracam. Deməli, 3n çıx kök altında 9n kvadrat
plus 5n plus 2 plusun bunun qoşması 3n üstə gəl kök altında 9n kvadrat üstə gəl 5n üstə gəl 2 bölünsün 3n üstə gəl kök altında 9n kvadrat plus 5n plus 2 bərabərdir. İndi sürətdə a çıx b a plus b bizə verir a kvadrat çıx b kvadrat. Birincinin kvadratı bizə verir 9n kvadratı çıxılsın ikincinin kvadratı yəni kök itəcək. 9n kvadrat üstə gəl 5n üstə gəl 2. Məxrəc olduğu kimi qalır. Məxrəc olduğu kimi qalacaq. İndi baxaq sürətə nə alır sürətdə. Mötərizəni açsaq 9n kvadratlar islah olunacaq. Qalacaq mənfi 5n üstə gəl 2. Bölünsün 3n üstə gəl kök altında 9n kvadrat üstə gəl 5n üstə gəl 2. İndi isə limiti rahat hesablamaq üçün sürəti və məxrəci də n-ə bölmək lazımdır. Sürəti n-ə bölsəm mənfi 5 üstə gəl 2 böl n. Məxrəci n-ə bölsəm birinci hissəni n-ə böləndə 3. İkinci hissəni n-ə böləndə kök altı ifadə olduğu üçün kök altında n kvadratına böləcəm. Alınacaq 9 5 böl n üstə gəl 2 böl n kvadrat. İndi limitə keçək. Limit n sonsuza yaxınlaşır. Mənfi 5 üstə gəl 2 böl n 3 üstə gəl kök altında 9 üstə gəl 5 böl n 2 bölünsün n kvadratı. İndi n sonsuza yaxınlaşır. N sonsuza yaxınlaşdığı üçün bu sıfıra yaxınlaşır. Bu da sıfıra yaxınlaşır. Bu da sıfıra yaxınlaşır. Və alınır mənfi 5 sürətdə. Məxrəcdə də 3 plus kökdə 9. Bu da bərabərdir. Mənfi 5 bölünsün 3 plus 3. Yəni mənfi 6'da 5. Yəni doğru cavab 19'da B variantı mənfi 6'da 5'ə bərabərdir. Keçək 20-ci suala. Müstəvidən 12 sm məsafədə olan nöqtədən bu müstəviyə uzunluqları 13 və 20 sm olan maillər çəkilmişdir. Bu maillərin proyeksiyaları cəmi tapın. Deməli, əvvəlcə burada mən müstəvi çəkəcəm. Hər hansı bir müstəvi bu şəkildə. Bu da olsun müstəvi üzərində olmayan hər hansı bir nöqtə. Bu nöqtə müstəvidən məsafəsini verir bizə 12. 12. 2 dənə mail çəkilir. 2 dənə mail. Mailin biri bu olsun. Digəri də olsun bu. Deməli, mailin birinin uzunluğu 13'dür. Digərinin uzunluğu isə 20'dir. Proyeksiyası. Bunun proyeksiyası bu x'dir. Bunun proyeksiyası da bura y. İndi biz bilirik ki x kvadrat üstə gəl y kvadrat daha doğrusu üstə gəl 12'nin kvadratı bərabərdir 20'nin kvadratı. Buradan x çıxacaq 16. Daha hesablamıram 16 çıxacaq. Digərindən y kvadrat üstə gəl 12'nin kvadratı bərabərdir 13'ün kvadratı. Y də çıxır 5. 5. X plus y cəmini soruşur. 16'dan 5 toplayanda 21. Yəni doğru cavab 20'də A variantı. 21-ci sual. Deyir ki, ifadəsini sağlaşdırın. Deməli, baxırıq. Biz bilirik ki, A üstü n vur B üstü n bərabərdir. A vurulsun B üstü n. Ona görə belə yaza bilərik. 1 plus i vurulsun 1 minus i. Bu üzəri 5 yaza bilərik bu şəkildə. A plus B, A çıx B. Bizə verir A kvadrat çıx B kvadrat. Yəni 1'in kvadratı çıx i'nin kvadratı üstü 5. Bu da bərabərdir. 1 çıxılsın. İlk kvadrat mənfi 1'dir. Mənfi 1. Bunun da üzəri 5. Bu da bərabərdir. 1'dən mənfi 1 çıxanda 2. 2 üstü 5. Bu da bərabərdir 32. Yəni doğru cavabımız burada 32'yə bərabərdir. Yəni doğru cavab D variantı. 22-ci sual. Deyir ki, y bərabərdir x kvadrat və y bərabərdir x plus 2 xətləri ilə hüdudlanmış fiqurun sahəsini tapın. İndi mən təqribi olaraq bunun şəklini çəkəcəm. Y bərabər x kvadrat təbii ki, koordinat başından gəlib keçəcək.
Bu y bərabərdir x kvadratın funksiyasıdır. Kanat başlandan keçir. Və y bərabərdir x plus 2. X plus 2'ni. Bunun da grafiki bu şəkildə gəlib keçəcək. Bu şəkildə. İndi bizə deyir ki, burada deyir ki bizə y bərabərdir x kvadrat və y bərabərdir x plus 2 xəttlərdə hüdudlanmış fiqurun sahəsi. Yəni bizdən baxın bu hissənin sahəsini soruşur, nəyə bərabərdir? Bu hissənin sahəsini soruşur, nəyə bərabərdir? İndi biz nə etməliyik? Bu iki funksiyanın kəsişmə nöqtələrinin apsislərini tapmalıyıq. Çünki mənə lazımdır buranın apsisi, bir də buranın apsisi lazımdır. Kəsişmə nöqtələrinin apsisi lazımdır. Onun üçün bərabərləşdirəcəyik bu iki funksiyanı bir-birinə. X plus 2. Deməli, x kvadrat bərabərdir x plus 2-yə. Bunu yazırıq x kvadrat çıx x çıx 2 bərabər 0 şəklində. Bu da x çıx 2, x plus 1 deməkdir, bərabər 0. Deməli, x-in biri 2-dir, digəri isə mənfi 1-dir. Deməli, bura mənfi 1-dir, bura 2-dir. Deməli, x-imiz dəyişir mənfi 1 ilə 2 arasında. Bunu da hesablamaq üçün integralla yazırıq. Deməli, integral mənfi 1-dən 2-yə, yuxarıdakı funksiya x plus 2-dir. X plus 2 çıxılsın digər funksiya x kvadrat. dx. Biz bunu hesablamamız lazım. Yəni, bu nəyə bərabərdir? X-in integralı bizə verir x kvadrat böl 2. 2'nin integralı bizə verir 2x-i. X-in integralı bizə verir x kubu böl 3. Böl 3. Mənfi 1 və 2 də sərhədlər. İndi bu bərabərdir. 2 yerinə qoysaq, 2'nin yerinə qoyanda 2'nin kvadratı 4, yarısı 2. 2 dəfə 2, 4. 2'nin kubu 8, çıx 3'də 8. İndi bu çıxılsın. Mənfi 1 yerinə yazanda 2'də 1, çıx 2, çıx 3'də mənfi 1. 3'də mənfi 1. İndi bunları hesablamaq lazımdır. Bunlar nəyə bərabərdir? İndi baxaq. 2 plus 4, bura 6 edir. Bura 6. 6 çıx 3'də 8, çıx 2'də 1, plus 2, çıx 3'də 1. 3 dənə mənfi deyə çıx 3'də 1 olur. Deməli, 6, 2, 8. 8'dən 2'də 1 çıxanda 7,5. Mənfi 3'də 8, mənfi 3'də 1, mənfi olacaq 3. 7,5'dən də 3 çıxanda cavab olacaq 4,5. Yəni, burada doğru cavab 22'də A variantı 4,5'ə bərabərdir. 23-cü sual. Tərəfləri 12, 16 və 20 olan üçbucağın hündürlüklərinin cəmini tapın. Burada baxan kimi görünür. Üçbucağımız düzbucaqlı üçbucaqdır. Düzbucaqlı üçbucaq. 12, 16, 20. İkinin hündürlüyü bəllidir. Hündürlüyün biri 12'dir. Haşa deyirəm. HB də 16'dır. Bunlar hündürlüklərdir, katetlər. Üçüncü hündürlüyü lazımdır. Üçüncü hündürlük düzbucaq təpəsindən hipotenuza çəkmiş hündürlükdür. Buna da deyirəm HC. Düzbucaq təpəsindən hipotenuza çəkmiş hündürlüyün düsturu HC bərabərdir. Katetlərin hasili böl hipotenuz. 12 vur 16 bölünsün 20. Bu da bərabərdir. 12'ni 16'ya vuranda 192. Onu da 20'ye bölsək olacaq neçə? 9,6. Hündürlüklər tapıldı. Bunların cəmini soruşur. 12, 16, 9,6. 12'nin 16'nın cəmi 28. Üstə 9,6. Bu da eləyəcək 37,6. Yəni doğru cavab burada 37,6'ya bərabərdir. 24-cü sual. K-nın hansı qiymətində bərabərlik eyniləşdirir? Sol tərəfdə tangens kvadratı alfanın yerinə mən yaza bilərəm 1 bölünsün və yaxud da 1 bölünsün yazmayaq. Belə yazaq.
sinüs kvadratı alfa böl kosinüs kvadratı alfa. Çıx sinüs kvadratı alfa. Burada da sinüs kvadratı alfanı çıxaracağım mütərizə xaricinə. Mütərizə xaricinə çıxarsam, sinüs kvadratı alfanı çıxarsam mütərizə xaricinə. Qalır 1 bölünsün kosinüs kvadratı alfa çıx 1. Bu qalır. 1 bölünsün kosinüs kvadratı alfa çıx 1. İndi sinüs kvadratı alfa vurulsun kosinüs kvadratı orta məxrəcdir burada. Sürətdə alınacaq 1 çıx kosinüs kvadratı alfa. Bu da olacaq sinüs kvadratı alfa vur sinüs kvadratı alfa bölünsün kosinüs kvadratı alfa. Bu da bərabərdir sinüs 4-cü qüvvətin alfa bölü kosinüs kvadratı alfa. Sol tərəf bu şəkildə düşdü. Sol tərəf. Sağ tərəfdə də tangens kvadratı alfanı yenə yazıram. Sinüs kvadratı alfa bölü kosinüs kvadratı alfa vur sinüs kvadratı alfa. Bu da bərabərdir k vurulsun sinüs 4-cü qüvvətin alfa bölü kosinüs kvadratı alfa. İndi bunların bir-birinə bərabər olması üçün bundan bu ifadə K1 olmalıdır ki, bunlar bərabər olsun. Deməli, K'nın qiyməti nədir? 1-ə bərabərdir. 25-ci sual. Sual belədir. ABC üçbucağında EM-in AC-yə paralel. BM MA nisbəti. Yəni, bura 2K'dır. Burada 3K'dır. AMC-nin sahəsini verib 63. Və bizdən soruşur BM-in üçbucağının sahəsini soruşur. İndi bu bucaqla bu bucaq uyğun bucaqdır, bərabərdir. Bu bucaqla da bu bucaq uyğun bucaqdır, bərabərdir. Ona görə yazırıq ki, üçbucaq BMN oxşardır üçbucaq. B bucağı ortaqdır. M bucağı A'dır. N bucağı da C'dir. Bunlar oxşardır. İndi yazırıq. Oxşarlı əmsalı yazıram. BA-nın BM nisbətinə baxırıq. BM nisbəti bərabərdir. BA neçədir bizə? BA 5K'dır. 5K. BA 5K'dır. BM isə 2K'dır. Yəni 5-in 2-yə nisbəti oxşarlıq əmsalıdır. Bu bərabərdir oxşarlıq əmsalına. Oxşarlıq əmsalı. Biz bilirik ki, onda bu üçbucağın saları nisbəti, yəni S üçbucaq ABC bölünsün S üçbucaq BMN olacaq oxşarlıq əmsalının kvadratları nisbəti. Yəni olacaq 25-in 4-ə nisbəti olacaq. 25-in 4-ə nisbəti. Deməli ABC-nin sahəsi olacaq 25S. Buranın sahəsi isə olacaq 4S. Deməli, balaca hissə 4S'dir. Ümumi 25 olması üçün, 25S olması üçün bura olmalıdır 21S. İndi 21S'i bizə verib 63. 21S bərabərdir 63-ə. S olur 3. S tapdıq 3. Bizdən də 4S'i soruşur. 4 dəfə 3, 12. Yəni, doğru cavab burada 12-yə bərabərdir. 26-cı sual. Və sual belədir. Natural ədədlə onun sonuna 7 artırdıqda alınan ədədin cəmi 260-a bərabərdir. Bu ədədlərin fərqinin molunu tapın. Deməli, biri 2 rəqəmli olmalıdır, biri də 3 rəqəmli. Deməli, 2 rəqəmli ədəd AB-dir. Bunun sonuna 7 əlavə eləyib və toplayıb nəticə olub 260. Deməli, AB 7-nin üzərinə AB gələndə alım neçə? 260. Buna görünür. B neçədir? B3. B3-dürsə A 2 olması lazım. A2. Deməli, biri 237-dir. Digər nədir? Digəri də 23-dür. 237, 23. Cəmləri eləyir 260. Bu ədədlərin fərqinin modulunu soruşur. 237-dən çıxmalıyam 23-ü. Bu da bərabərdir. 7-dən 3 çıxanda 4. 23-dən 2 çıxanda 214. Fərqinin modulu 214. Yəni doğru cavab 214-ə bərabərdir.
27-ci sual. Uyğunluğu müəyyən edin. İndi baxaq. Üçüncü hədd binomal əmsalların cəmidir. Əmsalların cəmi binomal əmsalların cəminə bərabərdir. Ən böyük binomal əmsalı 70-ə bərabərdir. Üçüncü həddi 84 a üstü 5 b üstü 2-yə bərabərdir. Deməli, binomal əmsalların cəmi ümumiyyətlə 200 dənəyə bərabərdir. 200 dənə. Yəni, binomal əmsalların cəmi 256-dırsa, deməli 2 üstü 8. 2 üstü 8. Deməli, bu 3-ə aiddir. 3'ə B variantı. 3'ə B variantı. Bu silindi. Binomal əmsalların cəmi 256-dır. İndi burada qüvvətlərin cəminə baxırıq. 5 ilə 2-nin cəmi 7. Üçüncü həddi 7. Ya üçüncü həddi 7 isə bu aid olmalıdır. İkinciyə aid olmalıdır. Biri aid ola bilməz. Çünki əmsalına baxın. Əmsallar biraz fərqlidir. Hesablayaq. Bəlkə də biri aiddir. İndi hesablayaq. Üçüncü hədd 7. Üçüncü hədd. Deməli, K plus birinci hədd bərabərdir. K plus birinci hədd. Kombinizon n'dən K. A üstü N çıx K, B üstü K'dır. İndi üçüncü hədd dediği üçün K burada 2 olması lazım. K2. Deməli, T3 bərabərdir. Kombinizon n'dən 2. Vur A üstü N çıx 2, B üstü 2 olacaq. B üstü 2. İndi baxaq. Əgər biri aiddirsə, kombinizon 7-dən 2 lazımdır mənə. Kombinizon 7-dən 2. Kombinizon 7-dən 2 bizə verir 7 faktorial. 7 faktorial. Bölünsün fərqi 5 faktorial vur 2 faktorial. Bu 7 vur 6 vur 5 faktorial. Bölünsün 5 faktorial vur 2. Bunlar getdi 21. 21 alanda əmsal. N 7 olursun. Burada A üstü 5 B kvadrat. Bəli. Bu aiddir hansına? Aid oldu 1'ə. Yəni 1'ə A variantı. Bunlar getdi. AB artı getdi. Sonra baxaq. Əmsalların cəmi, binomal əmsalların cəminə bərabərdir. Bu 1'ə aiddir. 1'ə. Əmsalları cəmi. N A ilə B yenə 1 yazsaq 2 üstü 7. Binomal əmsalların da cəmi 2 üstü 7'dir. Ən böyük binomal əmsalı 70'ə bərabərdir. Binomal əmsallar elə bir ki, bunlardır. Kombinizon məsəl üçün n'dən 0, kombinizon n'dən 1, kombinizon n'dən 2 bu şəkildə davam edir. Ən böyüyü 70'dir. Bu aiddir 3-cüyə D variantı. Kombinizon 8'dən 4. 8'dən 4 ən böyüyü 8'dən 4'dür da 70'dir. Bunu hesablasınız. 84 70. Üçüncü həddi 84 A üstü 5 B kvadratına bərabərdir. Bu da ikinci aid olacaq. Baxaq. Üçüncü həddi T3 bərabər olacaq. Kombinizon 7'dən 2. Bunların fərqi 5'dir. Fərqi 5 olduğu üçün A üstü 5 kvadrat olduğu üçün 2B'nin kvadratı olacaq. Kvadrat. Şimdi bunu hesablayaq. Kombinizon 7'dən 2. 7 faktorial bölünsün. Fərqi 5 faktorial vur 2 faktorial. Vurulsun 4 A üstü 5 B kvadrat. Buranı bayaq hesabladıq. 21'dir. 21'i də 4'ə vuranda 84. 84 A üstü 5 B kvadratı. Bu da 2 aiddir. Deməli 1 AC, 2 Y, 3 DB. Növbəti sual 28-ci sual və sualımız belədir. Perimetri 24, körbucağı 120 dərəcə olan ABCD rombunda AB vektoru plus BC vektoru ilə AD vektoru plus DB vektorunun sıqalar hasilini tapın. Baxaq. AB vektoru, bir də BC vektoru. Bunların cəmi bizə nəyi verir? Rombun diagonalını, yəni AC vektorunu verir. Yəni bizdən soruşur ki, AC vektoru vurulsun AD vektoru plus DB vektoru. Bizdən bunu soruşur. Bu da bərabərdir. AC vektoru vurulsun AD vektoru. Üstəgəl AC vektoru vur DB vektoru. DB vektoru. Bu da DB vektorudur. Rombun diagonalları olduğu için bunlar 90 dərəcə mənə gətirir. İki vektor arasındakı bucaq 90 dərəcədirsə, onların sıqalar hasili 0'dır. Yəni burası 0'a gedəcək. Keçir o ikisine.
AC vektoru vurulsun AD vektoru. Bu da bərabərdir. AD vektoru da budur. İki vektorun sıralar hasili bərabərdir. Onların modulları hasili vurulsun onlar arasındakı bucağın kosinusu. Yəni kosinus alfa. Yəni bizə bu bucağın kosinusu lazımdır. İndi rombun kör bucağını verib 120. İti bucağı da olacaq 60 dərəcə. Rombun diagonalları bucağın tənbələnidir. İti bucağı 60 dərəcədirsə, deməli bura 30 dərəcə, burada 30 dərəcə olacaq. Perimetr 24-sə, deməli tərəf olacaq 6. Bura 90-dır. 90-ın qarşısı 6-dırsa, 30-un qarşısı yarısı 3. Yarısı 3. 60-dır. Burada 60-dır. 60-ın qarşısı 3 köşdə 3. Rombun diagonalları kəsişmə nöqtəsinə yarıya bölündüyü üçün burada olacaq 3 köşdə 3. Deməli AC-nin uzunluğu olacaq 6 köşdə 3. Yerinə yazsaq 6 köşdə 3. AD 6. Alfa da 30. Kosinus 30 dərəcə. Bu da bərabərdir. 36 köşdə 3 vurulsun köşdə 3 böl 2. Bu da bərabərdir 18 vur 3. 54. Yəni doğru cavab burada 54-ə bərabərdir. 29-cu sual və sual belədir. Deyir ki, oturacağı kvadrat olan düzbucaqlı paraleliped formalı üstü açıq çənin həcmi 108 kub desimetr olmalıdır. Oturacağının tərəfinin uzunluğu nə qədər olmalıdır ki, çənin səthinin sahəsi ən kiçik olsun. İndi baxaq. Oturacağı kvadratdır. Tərəfə deyirəm A. Hündürlüyə deyirəm hündürlük. Hündürlük olsun C. Hündürlük də C olsun. İndi deyir ki, oturacağı kvadratdır. Həcm nə olacaq? Oturacağın sahəsi A kvadrat vur C. Bunu bizə verib 108. Bunu bildik. Həcmi verib bu şəkildə. A kvadrat vur C bərabər 108. Bunu bildik. İndi deyir ki, oturacağın tərəfinin nə qədər olmalıdır ki, çənin səthinin sahəsi ən kiçik olsun. İndi çənin səthinin sahəsi deyəndə yan səth var, bir də ancaq oturacaq var. Çünki üstü açıqdır. Yan səth məlum məsələ. Yan səthi olacaq 4AC. 4AC üstəlik A kvadrat. Bu bərabərdir S. Bu S-ə bərabərdir. Bunu tapdıq. İndi oturacağın tərəfi lazımdır. Mənə A lazımdır. Ona görə bax, həcmdən buradan mən C-ni tapa bilərəm. C bərabərdir 108 bölünsün A kvadrat. Gətirib yenə yazsaq 4A vurulsun 108 bölünsün A kvadratına plus A kvadratı bərabərdir S-ə. A'lardan biri ixtisar gedir. S bərabər olacaq 432 bölünsün A kvadrat plus daha doğrusu A kvadrat yox A plus A kvadrat. İndi buradan görünür ki, A onsuzdan müsbətdir. A müsbət və ən kiçik qiymət soruşur. Burada artıq törəməyə girəcəyik. Funksiyanın törəməsini tapsaq, S-in törəməsini bərabər 0 deyib, böhran nöqtəsini tapmalıyıq. S törəmə bərabər 0. İndi bunu da belə yazıram. 432 vurulsun A üstü mənfi 1 plus A kvadratın törəməsi. Bu bərabərdir. Mənfi 1 gəlir qabağa. Olur mənfi 432 A üstü mənfi 2. Üstə gəl 2A. Bu bərabərdir 0-a. Bunu da belə yazırıq. Mənfi 432 böl A kvadrat üstəl 2A. Bərabər 0. A təbii ki, burada mənfi ola bilməz. Orta məxrəc A kvadratdır. A kvadrat. Sürətli anları mənfi 432 üstə gəl 2A kub. Bərabərdir 0-a. Deməli 2A kub bərabər olacaq 432-yə. A kub bərabərdir 216. A bərabərdir 6. Deməli A-nın 6 qiymətində səthinin sahəsi ən kiçik olacaq. 6 da törəmədə baxın, törəmə burada verilib. Törəmədə yoxlamaq olar. 6 böhran nöqtəsinin olduğunu yoxlamaq olar. Sağına və soluna baxsaq, deməli nə olacaq? Minimum olacaq. Deməli doğru cavabımız 6-ya bərabərdir. Keçək növbəti və sonuncu sualımız isbat sualı. Deyir ki, isbat edin ki, diagonalları perpendikulyar olan parallelogram romdur.
Parallelogram çəkməliyim mən birinci burada. Diagonalları perpendikulardır. Yəni bura 90-dır. A, B, C, D. Burada O. Biz bilirik ki, paralelogramın diagonalları kəsişmə nöqtəsində yarıya bölünür. Yəni mən bura x desəm, burada x-dir. Bura y desəm, burada y-dir. Və bilirik ki, qarşı tərəflər bərabərdir. Mən bura A desəm, burada A-dır. Bura B desəm, burada B-dir. İndi üçbucaq AOB-dən Pifaqor teoremi tətbiq eləsək, x kvadrat plus y kvadrat bərabərdir A kvadrat. Sonra üçbucaq BOC-dən Pifaqor teoremi tətbiq eləsək, x kvadrat plus y kvadrat bərabərdir B kvadrat. Baxın, bu iki bərabərliyə baxın. Sol tərəflər eynidir. X kvadrat plus y kvadrat. Deməli, A kvadrat bərabərdir B kvadratına. Buradan da çıxır ki, A B-yə bərabərdir. A B-yə bərabər. Deməli, tərəflər hamısı bir-birinə bərabər çıxdı. Deməli, isbat etdik ki, diagonalları perpendikular olan parallelogram nədir? Romba bərabərdir. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.